Salam hörmətli izləyicilərimiz. Aksavar rayonunun Qırlı kəndində 50 sotun içində belə bir evimiz satışa çıxdı. Evimizin qazı, işığı, suyu var. Həyətdə 2 dənə belə əldamı var, olacağı var. İndi evi də göstərəcəm sizə. Bağın, bağçasının hamısını göstərəcəm. Görünür ki, hər tərəf hasar alınıbdır. Keçək birinci evi göstərim sizə. Baxın evə. Burada yaxşı böyük plaşatkamız var. Ev yası o başda qabaqda fikirləşib ki, xuna, hamam sanuzeli ilə tam olaraq başa çatdırmayıbdır. Yəni istəyən olsa buradan xuna, hamam sanuzeli yağa bilər. Evimiz 4 otaq bir zaldır. Bura zalımızdır. Burada solda bir dənə otağımız var. 2 otağımız demək olar ki, təmirlidir. 2 otağımız təmirlidir. 2 otağımız da təmirsizdir. Evimiz yəni yaşamağa olar, evimizdə yaşamaq olar. Burada onu da çatdırım ki, bax burada 2 otağın polnu taxtası da var. Göründüyü kimi polnu taxtası da var. Burada 2 dənə otağımız burada ara kəsməsi olmayıbdır. İndi keçən sizə bağ bağçanı göstərim. Axırda da qiymət deyiləcək, videonun sonunda qiymət deyiləcək. Burada bağımızdır. Böyük bağımız var, yəni 50 sotun içindədir. Evin buradan görünüşünü göstərim sizə. Evin arxasında da böyük ərazimiz var, yerimiz var. Evdə çat deyilən bir şey yoxdur, yəni çatı yoxdur, çat eroziyası yoxdur. Həyətimizdə meyvə ağaçlarımız da, bağımızda meyvə ağaçlarımız da var. Evin qazı, işığı, suyu var. Su artizan suyudur. Burada hal-hazırda hazır olan hamam sanzeldir. Bura hamam sanzeldir. Ördək xunasıdır. Bir balaca burada xunamız var. Ondan 2 dənə də burada əldamımız var. Onları da göstərəcəm sizə. Burada əldamdır.